Salam, Stomatologiya Fakültəsinin 4-cü kurs tələbələri. Mən Zeynalova Gülşən Kamal qızı, Azərbaycan Tibb Universitetinin Uşaq Stomatologiyası kafedrasının dosenti. Sizə birinci mühazirənin uşaqlarda parodontun və ağzın selikli qışa toxumalarının quruluşu və funksiyaları, uşaqlarda periodont xəstəliklərinin təsnifatı, etiologiya, patogenez və diaqnostikasını bugün təqdim edəcəm. Ağzın strukturu və funksiyaları. Ağzın selikli qışasının quruluşu orqanizmin digər selikli qışalarından fərqlidir. Ağzın selikli qışası olan üstü çox qatlı yağlıstı epiteli ilə örtülür. Epiteli qatı tərkibində hüceyrə qatları və sıraları ayırt edilir. Bunlara aiddir bazal qat, sonra gəlir tikanlı qat və nəhayət yastı epiteli qatı. Bazal qat ən dərin birləşdirici toxumanın üstündə yerləşən, bir sıra yerləşmiş bazofil sitoplazmalı kub şəkilli hüceyrələrdən təşkil olunmuş qatdır. Tikanlı qat bir neçə iri poligonal formaları, bir-birinə aydın nəzərə çarpan hüceyrələr arası körpücüklərlə birləşmiş hüceyrələrdən təşkil olunmuş qatdır. Və lap üst qatı yastı epiteli qatıdır. Biz bu slaydda sizə sxematik olaraq bu qatların yerləşməsini təsvir etmişik. Üst qat bizdə gedir selikli qışa, mukoza. Selikli qışanın altında yerləşir selik altı qışa, submukoza və onun altında isə bizdə əzələ qatıdır, muskuləris. Deməli, biz burada gördüyümüz slaydda mədə-bağırsaq sisteminin selikli qışasının quruluşudur. Bura gəldikdə isə biz sizdə ağız boşluğunda olan selikli qışa qatının quruluşunu göstəririk. Deməli, yuxarıda bizdə lap üstdən yerləşən yastı epiteli qatıdır, 4-cü sırada. Sonra bizdə gəlir tikanlı qat və ən altda yerləşən bizdə bazal qatdır. Bu slaydda isə biz sizə mədə-bağırsaq selikli qışasının, ağız boşluğu selikli qışasının və sümük üstü olan selikli qışasının bir-birindən olan fərqlərin göstərməyə, histoloji olaraq göstərməyə çalışmışıq. Gördüyümüz kimi fərqlər burada çoxdur. Ağzın selikli qışasını buynuzlaşmayan epiteli örtür. Bundan başqa ağzın selikli qışasının bir neçə xüsusiyyəti var. Glikogen dinələri adətən tikanlı qat hüceyrələrin sitoplazmasında yerləşir. Bununla birlikdə ağzın epiteli fermentləri oksidləşmə aktivliyi dərinin çox qatlı epiteli fermentlərinin aktivliyindən yüksəkdir. Ağzın epitelinin bu hüceyrələrdə lövhəli kompleks, sitoplazmatik şəbəkə və mitoxondrilər yaxşı inkişaf etmişdir. Səthə yaxınlaşdıqca bu orqanellərin miqdarı azalır. Səthi hüceyrələrdə isə onlar heç olunmurlar. Glikogenə reaksiya verən epiteli hüceyrələrində adətən agranulyar sitoplazmatik şəbəkə müşahidə olunur. Ağzın epiteli hüceyrələri adətən desmosomlar vasitəsilə əlaqələnir. Epitelin hüceyrə arası sahələri aşağı elektron sıxlığı maddə ilə dolurlar və onların miqdarı səthə yaxınlaşdıqca azalır. Ağzın epitelinin quruluşu epitelitsitlərin buynuzlaşmadan asılı olaraq dəyişir. Tədqiqatlar göstərirlər ki, insanda sərt damaq, diş ətində və hətta dilin sapa bənzər məməcikləri qismən buynuzlaşmaya məruz qalır. Qalan yerlərdə isə ağzın selikli qışası çox qatlı buynuzlaşmayan epiteli ilə örtülüdür. Dodağın selikli qışası. Dodaqların qırmızı xəttində dəri epiteli ağzının epitelisinə keçir. Morfoloji olaraq dodaqda biz 3 hissə ayırt edirik. Dodaqların qırmızı haşiyə hissəsi, yəni ki, bu qat xaricdən epidermislə yaxşı inkişaf etmiş buynuz qata malik epitellə örtülüdür. Bu hissənin xüsusiyyəti dərinin, dermanın qalın kollagen lif dəstələri ilə olan lifli birləşdirici toxumadan təşkil olunur. Dodağın bu hissədəki əlavə törəmələr, tüklər, pir və tər vəzləridir. Keçid
nahiyəsində epiteli qatının quruluşu bir qədər dəyişir. Ən əvvəl enliləşir. Həmçinin dərində yerləşən toxumadan məməciklər bura daxil olunur. Bu məməciklərdə çoxlu miqdarda qan damarcıqları var. Buna görə də biz dodağı qırmızı rəngdə görürük. Keçid hissədə buynuz qatı nazikləşir və burada tək tərvəzləri və tüklər müşahidə olunmur. Tək pivəzləri olur. Dodağın selikli hissəsində isə buynuzlaşma getmir. Epiteli qalın olur. Hüceyrələrin, xüsusilə tikanlı qat hüceyrələrin ölçüsü artır. Bu hissədə pivəzləri yoxdur. Dərin qatda isə xırda tüpürcək vəzləri yerləşir. Qeyd etdiyim kimi biz dodaqların dəri hissəsini, yəni qırmızı hissəsini bu slaytda sizə göstəririk. Yəni ki, bu dəri epidermisindən heç olaraq fərqlənmir və biz burada tük vəzlərin, tərvəzlərin və pi vəzləri müşahidə edirik. Dəri qırmızı hissəsindən, keçid hissəsinə keçən, selikli qışağın quruluşu isə fikir versəniz, tamamilə fərqlidir. Bu sizdə histoloji strukturdur dodağın nahiyəsində. Bundan sonra isə biz sizə dodağın selikli qışasının ağzın selikli qışasından fərqini göstərmək istəyərdik bu slaytda. Burada isə bizdə görürsünüz selikli qışadır və selikli qışa altında bizdə burada yalnız tüpürcək vəzləri yerləşir. Xırda tüpürcək vəzləri, onlar qeyd etdiyimiz kimi dodağın selikli qışasının dərin qatında yerləşə bilirlər. Bu isə histoloji olaraq dodağın selikli qışasının yenə də elektron mikroskop altında görünüşüdür. Yanaqların selikli qışasında gələndə, yanaqların selikli qışası çox qatlı yastı buynuzlaşmayan epitel ilə örtülüdürlər. Epitel qatı burada daha qalın olur. Xarakter xüsusiyyəti ondan ibarətdir ki, tikanlı qatı təşkil edən iri hüceyrələr qovuqcuq formasındadır. Yanaqların selikli qışasının xüsusi səhifəsi köksək birləşdirici toxumadan təşkil olunmuşdur. Bu nazik, kollagen lifli dəstlər və çoxlu elastik liflərdən ibarətdir. Selikli qışasının arxasında selik-altı qışa yerləşir. Burada pi paycıqları müşahidə olunur. Dişlərin toxuma səthi boyunca yanaqların selikli qışasının epiteli buynuzlaşan epiteli. Bu xətt üzrə selik-altı qatda pi vəzləri yerləşir. Bu xüsusiyyət onunla izah olunur ki, embriyogenez zamanı həmin xətt boyunca mayaların birləşməsi baş verir. Sərt damaq əsasən çox qatlı buynuzlaşan yastı epiteli ilə örtülüdür. Sərt damağın epitelisində böyümə, dənəli və buynuz qatları biz ayırt edirik. Dənəli qat sərt damağın 1/3 hissəsində xüsusilə daha qabarıqdır. Sərt damağın selikli qışasının xüsusi səhifəsi qalın kollagen liflərdən təşkil olunmuşdur və bu liflərin bir hissəsi şaquli istiqamətdə gedərək sümük üstülüyün stroması ilə birləşir. Diş əti. Diş əti ağzın selikli qışasının bir hissəsidir. Çənənin alveolar çıxıntısını örtür və dişlərlə sıx əlaqəlidir. Onun epiteli lövhəsində buynuz qat yaxşı inkişaf etmişdir. Diş ətinin dəhliz və ağız hissələrində buynuzlaşma dərəcələri müxtəlifdir. Adətən dəhliz hissəsində buynuzlaşma daha güclü ola bilir. Diş ətinin xüsusi səhifəsi sıx yerləşmiş kollagen liflərdən ibarətdir. Birləşdirici toxuma ilə təşkil olunur. Diş əti adətən biz sizinlə periodont xəstəliyin quruluşunu keçəndə görəcəyik ki, diş əti əsas 3 hissədən ibarət olacaq və onun biz damaq hissəsini, marginal hissəsini və alveolar hissəsini ayırt edəcəyik. Dil əzəli orqandır. Üzərində selikli qışa ilə örtülür. Dilin selikli qışası çox qatlı yastı epiteli ilə örtülürdür. Lakin dilin üstü və altı müxtəlif strukturlu selikli qışadır. Deməli, dilin üst səthində arxasında selikli qışada çıxıntılar əmələ gəlir və bunlar məməciklər formalaşdırırlar. Dilin üzərində 4 cür məməcik var. Deməli, bura sapa bənzər məməciklər, göbələyə bənzər məməciklər, yarpağa bənzər məməciklər və novcalı məməciklər ayırt edilir. Sapa bənzər məməciklər ən geniş yayılmış məməciklərdir.
Bunlar dilin arxasında və ucunda yerləşirlər. Onların bir neçə zirvəsi olan çıxıntılı şəkildədirlər. Buna görə də biz bunlara deyirik sapa bənzər göbəciklər. Çıxıntıların əsası birincili məməciklər adlanan xüsusi səhifədən birləşdirici toxuma çıxıntılarını təşkil edir. Çıxıntıların səthi yaxşı inkişaf etmiş buynuz qatlı epitellə örtülüdür. Göbələyə bənzər məməciklərin əsası dar, zirvəsi enlidir. Ona görə bunların adını biz göbələyə bənzər məməcik deyirik. Onları örtən epiteli buynuzlaşmır. Bunların epitelində çoxlu miqdarda dad soğanacıqları yerləşir. Yarpağa bənzər dilin əsasında və yan tərəfində paralel büküşlər formasında yerləşir. Buynuzlaşmayan epitellə örtülüdür. Yarpağa bənzər məməcikləri örtən epitel qatında dad soğanacıqları mövcuddur. Novcalı məməciklər, onlar yastıqla əhatə olunurlar, dilin kökündə yerləşirlər və biz onlara dilin üzərində baxanda Rum şəkli 5-i bənzəyirlər. Digər məməciklərdən fərqli olaraq dil səthindən bunlar yuxarı qalxmırlar. Əksinə onlar dilin daxilində yerləşirlər. Novcalı məməciklərin epiteli buynuzlaşmır, burada çoxlu dad soğanacaqları yerləşir. Dilin aşağı səthini örtən selikli qışa hamardır. Onun epitelisi buynuzlaşmır, səthində isə məməciklər yoxdur. Biz sizə burada dilin sxematik olaraq qatlarını göstərmişik və onun üzərində yerləşməsi olaraq deməli məməciklərin yerləşməsini qeyd etmişik. Bu novcalı məməciklərdir. Bunlar deməli göbələyə bənzər məməciklərdir. Bu məməciklər sapa bənzər məməciklərdir. Bu slaydda isə biz göbələyə bənzər məməciklərin dad soğanaqların deməli elektron mikroskop altında görünüşünü nümayiş etdiririk. Bu slaydda sapa bənzər məməcikləri həm elektron mikroskop altında görünüşün və histoloji strukturunu da nümayiş etdiririk. Ağzın selikli qışasının funksiyaslarına gələndə qeyd etmək lazımdır ki, burada bir neçə funksiya mövcuddur. Qoruyucu funksiya. Qoruyucu funksiya özü elə bir ki, örtük funksiyasından və immun funksiyasından ayırt edilirlər. Örtük funksiyası ondan ibarətdir ki, ağzın selikli qışası deməli altında yerləşən toxumaları ağızdakı möhtəviyyatdan mümkün olan zədələciyi təsirlərindən qoruyur. Selikli qışasının epitelisi müntəzəm olaraq, soyularaq, disklamasiya olaraq özünə yapışmış mikroorqanizmləri kənarlaşdırır və beləcə də onların digər toxumalarına nüfuz etməsinin qarşısını alır. Selikli qışa epitelinin müntəzəm sürətdə intensiv aşınması nəticəsində onun səthi hüceyrələrin itkisi və fizioloji şəraitdə epitelin aktiv regenerasiyası baş verir. Xoşagəlməz faktorların mövcudluğu aşınmanı daha da sürətləndirə bilir. İmmun funksiyası ondan ibarətdir ki, ağzın selikli qışasında yerli immuniteti təmin edilməsində iştirak edir. Ağzın selikli qışası həm aferent, həm də eferent immun reaksiyalarında iştirak edərək hüceyrə elementlərinə malikdir. Ağzın immun sisteminin ixtisaslaşdırılmış strukturunda limfa epitel udulaq halqasında aid olan dil və badam damaqcıqları da daxildir. Selikli qışanın səthi yuan ağız suyunun tərkibində anticismlər də mövcuddur və bunlar hamısı birlikdə kompleksdə immun funksiyasını təşkil edirlər. Sensor funksiya. Bu funksiya temperatur, təzyiq, toxunma yaxud da ki taktil və ağrı siqnallarını qəbul edən reseptorlar vasitəsilə həyata keçirilir. Ağızda həmçinin ixtisaslaşdırılmış dad reseptorları da mövcuddur. Sekretor funksiya. Selikli qışanın səthi böyük və kiçik ağız suyu vəzləri ilə ifraz olunan ağız suyu ilə islanır. Biz bilirik ki, ağız boşluğunda 3 cüt deməli iri tüpürcək vəzləri mövcuddur və çox saylı xırda tüpürcək vəzləri var. Ağız suyu qidanı isladaraq onu yumuşaldır, selikli qışanın deməli mexaniki zədələnməsinin qarşısını alır, udmağı asanlaşdırır və bufer rolunu oynayır. Ağız suyu müntəzəm ifraz olunaraq mikroorqanizmləri epitelik səthindən kənarlaşdırır. Onun tərkibindəki qeyri-spesifik antimikrob maddələr və anticismlər mikrobları epiteli səthinə yapışmasının qarşısını alır. Soğurma funksiyası.
Ağzın dibinin nazik selikli qışası bəzi maddələri, xüsusən də yod, kalium, natrium və bəzi amin turşularını soğurur. Bəzi dərman preparatların ağız boşluğundan, məsələn nitrogliserin, validol, stenokardiya zamanı biz dilin altına qoyuruq. Niyə görə? Çünki bizdə dil altı qatında, deməli soğurma funksiyası çox yüksək olduğuna görə bu dərman preparatları tez təsir göstərə bilirlər. Ağzın selikli qışasının istənilən sahəsi dərinin daha yüksək keçirici xüsusiyyətinə malikdir. Paradont toxumaların quruluşu. Paradont toxuması kompleks toxumaya aiddir. Anatomik və funksional cəhətdən sıx bağlı olan diş ətrafı toxuma kompleksidir. Burada biz diş ətini ayırt edirik, dişin kökün üstdən örtən sementi ayırt edirik. Deməli, bağlardır, periodont bura aid olunur, alveol sümüyü. Diş əti, yuxarı çənənin alveol çıxıntısı, aşağı çənənin alveol hissəsini və boyun nahiyəsində dişi əhatə edən selikli qışadır. Klinik və fizioloji nöqteyi nəzərdən diş ətindən dişlər arası məməcik, diş əti kənarı və əlvələr hissə ayırt edilir. Bu slaydda biz sizə paradont toxumasının tam quruluşunu göstərməyə çalışmışıq. Burada biz görürük ki, bu deməli diş əti hissələridir, diş əti məməciyidir, diş əti kənar hissəsidir. Sonra gəlir bizdə alveolar hissə. Burada isə sxematik olaraq biz deməli sizə göstəririk. Bu periodontal yarıqda yerləşən periodontdur, liflərdir. Sonra bu yenə də diş əti məməciyidir. Bundan sonra bizdə burada gəlir alveolar sümük, dişin kökün üstünü örtən sement. Bu hamısı birlikdə deməli paradont toxumasını təşkil edir. Diş əti zonaları növbəti slaydda biz sizə nümayiş edirik. Diş arası məməcik, yenə də diş əti kənarı, marginal hissə, diş əti şırımı və alveolar hissə. Diş ətinin topografik zonalarına gəldikdə isə biz demək istəməliyik ki, diş əti hərəkətli və hərəkətsiz hissədən ibarətdir. Hərəkətli diş əti deməli diş əti məməciyidir. Hərəkətsiz hissə isə alveolar, marginal hissədən bir hissəsində yerləşən deməli diş ətidir. Sərbəst diş əti boyun nahiyəsində dişə kip sürətlə yapışır və bu eyni zamanda periodontun birləşdirici toxuma hissəsi və sümüklüyü ilə sıx əlaqə yaradır. Dişin səthi və dişin əti kənarı arasında 1,1 mm dərinlikdə yarıq yerləşir. Bu yarıq normal fizioloji diş əti cibi adlanır. Diş əti cibi ilə örtülüdür. Mina kutikulası ilə birləşir. Bunu biz sxematik olaraq paradont toxumaların quruluşunu histoloji tərəfdən sizə bu slaydda nümayiş etdiririk və siz burada aid olaraq görürsünüz ki, diş ətinin bitişik hissəsi, diş əti yarığı, diş ətinin sərbəst hissəsi, diş əti yarığı epitelinin birləşdirici epiteli, diş ətinin dairəvi bağı, alveolun sümük kompakt lövhəsi, sümük üstlüyü aydın göstərilibdir. Bu isə biz sizə alveolar çıxıntısının segment olaraq histoloji quruluşunu göstərməyə çalışmışıq. Burada biz görürük ki, yuxarıdan aşağı deməli ağız dəhlizin dibi gəlir, sonra hərəkətli diş əti, sonra gəlir bizdə diş yarığı və diş əti ətinin bitişik hissəsi bu nahiyədədir və nəhayət diş məməciyi bu olacaq bizdə sərbəst hissəsi. Normalda diş əti yarığının dibi mina sement sərhədində yerləşir, amma yaşla əlaqədar olaraq bunun deməli müxtəlif bitişmə zonaları mövcud oluna bilər və biz bunu sizə bu slaydda nümayiş edirik ki, yaşdan asılı olaraq diş əti epitelin birləşməsi dəyişə bilər. Histoloji olaraq diş əti yenə də çox qatlı yassı epitelidən, xüsusi selikli altı qışadan və selikli altı qatdan təşkil olunur. Ağız boşluğu epiteli, diş əti cibi epiteli və birləşdirici toxuma epiteli növləri ayırt edilir.
Diş əti cibi epiteli çox qatlı yastı epiteli ilə birləşdirici toxuma epiteli arasında aralıq mövqe tutur. Epitelial birləşmə dişin səthində paralel istiqamətdə yerləşmiş bir neçə sıradakı uzunsov hüceyrələrdən təşkil olunur. Dişlər arası məməcik epiteli diş ətinə kip yapışır, daha qalın və buynuzlaşmağa meyillidir. Bu epitelidə bazal, tikana bənzər dənəli və buynuz qatlar edilir. Bazal qat silindrik hüceyrələrdən ibarətdir, tikana bənzər qat poligonal hüceyrələrdən ibarətdir. Desmosomlar simetrik yerləşmiş iki yarım hissədən təşkil olunmuşdur ki, bunlar da arasında hüceyrələr arası boşluqlar mövcuddur. Bu yarım hissələrin bir tərəfi bir hüceyrəyə, digər tərəfi isə qonşu hüceyrəyə əlavə yaradır. Dənəli qat hüceyrələri tikana bənzər qata nüfuz edirlər və bu hüceyrələrin sitoplazmasında keratogealin dənələri aşkar edilir. Ön səthində buynuz qat bir neçə sırada yerləşmiş, tam buynuzlaşmağa məruz qalmış və nüvələrini itirmiş hüceyrələrdən təşkil olunur. Diş əti cibinin divarını əmələ gətirən epiteli bazal və tikana bənzər qatlardan təşkil olunur. Tikana bənzər qat azca qalınlaşmış, onun hüceyrələri səthə doğru yaxınlaşdıqca yastı formanı alır. Selikli qışanın xüsusi qatı birləşdirici toxumadan təşkil olunmuşdur və iki qatdan ibarətdir. Səthi məməcikli və dərin torlu qatdan. Histoloji olaraq biz sizi qeyd etdiyimiz incəlikləri bu slaydda nümayiş etdiririk. Bazal qat, tikanlı qat və yastı epiteli. Diş ətinin bağ aparatı. Diş ətinin boynu ətrafında diş ətinin əsasını təşkil edən stroma, dişin dairəvi bağı, ligamentum sirkulari, çoxlu miqdarda kollagen, elastik və argi refir liflərdən təşkil olunur. Bağ aparatının bu cür zəngin olması və dişə kip surətdə yapışmasını, çeynəmə təzyiqini bərabər səviyyədə paylaşmasını təmin edir. Paradontda birləşdirici toxuma liflərinin paylanması diş kökünün müxtəlif səthlərində və səviyyəsində eyni deyildir. Diş əti lifləri diş əti cibinin dibindən başlayır və bir qədər xaricə doğru yönəlir. Diş ətində onlar yelpəkşəyi formada şaxələnirlər. Bu zaman liflərin bir hissəsi yuxarıya, digəri üfüqi istiqamətə, bir hissəsi isə aşağıya doğru yönəlmiş olurlar. Periodontal bank dişin birləşdirici aparatı olub, dayaq tutucu və amortizə edici funksiyasını yerinə yetirir. Bu, sərt lifli, birləşdirici toxuma kimi dişin kökünü əhatə edir və alveolar sümüyü ilə diş simenti arasında periodontal yarıqda yerləşir. Deməli, burada biz sizə periodontun liflərini təşkil olunmuş sxematik olaraq göstərməyə çalışmışıq. Bu, horizontal gedən liflərdir. Sonra bəzi liflər biz sizə dediyimiz kimi şaquli istiqamətdə gedir və bunların həm periodontal yarığın enliyi yuxarıdan aşağı olaraq dəyişir və bu, deməli, periodontal bağlar dişin burada əsas funksiyalarından birini təşkil edirlər. Periodonta əsas hüceyrə qruplarının yerləşməsini isə biz sizə bu slayddan nümayiş etdiririk. Deməli, burada biz sizə epitel birləşmə nahiyəsində olan hüceyrələrdir. Bu hissədə periodontun lifləri boyunca olan hissədir. Bu isə zirvə ətrafı olan hissədir. Bunlar bir-birindən fərqlidirlər və yarığın qalınlığı da eni fərqli olur. Yuxarı hissi ilə zirvə hissədə müşahidə edir ki, əvvəl daha enli olur, sonra biraz ensizləşir və zirvə hissəsində yenidən enləşə bilir. Paradontun funksiyalarına gəldikdə isə demək istəyirəm ki, o, onun anatomo-fizioloji quruluşu ilə əlaqəlidir. Paradont toxumaların vahid bir sistem təşkil edir və bu sistem dişlərin funksiyasını təmin edir. Çeynəmə təzyiqini qəbul edir, nizamlayır, plastik trafik funksiyalarını yerinə yetirir, mexaniki, fiziki, biomexaniki və digər zədələyici faktorun təsirini neytrallaşdıraraq baryer rolunu oynayır. Trafik funksiyası paradontda inkişaf etmiş limfa damarları və müxtəlif növ
sinir liflərinin olması ilə müəyyən edilir. Dayaq hərəkət funksiyası parodontun bağ aparatının mükəmməl strukturu ilə diş əti və alveol çıxıntısının hesabına yerinə yetirilir və bu səbəbə görə də diş alveolda etibarlı sürətdə fiksasiya olunur. Alveol sümüyü və kök sementi arasında yerləşən çox saylı kollagen liflər dişi asınmış vəziyyətdə saxlayır. Amortizə edici funksiya çeynəmə təzyiqin yuxarı və aşağı çənə dişləri arasında alveol gövsü üzlə bərabər səviyyədə paylaşmasını təmin edir. Bu funksiyanın icra olunması tövşək lifli birləşdirici toxumadakı hidravlik yastıcığın, eyni zamanda qan və limfa damarları toxuma mayesindəki yumuşacaqlarının hesabına baş verir. Baryer funksiyası parodont toxumalarındakı morfoloji tamamlığın qorunması, diş əti epitelisinin müdafiə xüsusiyyətlərini, onun buynuzlaşmağa meyilliyini, plazmatik limfoid və tosqun hüceyrələrinin, ferment və onların inhibitorlarının, həmçinin rodonit və bəzi bioloji aktiv maddələrin, retikuloendotelial hüceyrələrin, limfositlərin, neytrofillərin və s. olması ilə müəyyən edilir. Plastik funksiyasına gəldikdə isə qeyd etmək istəyirik ki, tosqun hüceyrələrin, fibroblastların, sementi və osteoblastların, advensitial hüceyrələrin hesabına parodont toxumalarının regenerasiyası təmin olunur və bu da bunun plastik funksiyasını təşkil edir. Reflektor nizamlama funksiyası parodont və silikli qışadakı geniş sinir reseptorların vasitəsilə icra olunur. Bu sistem qəbul edilən qidanın xarakterinin, diş sırasının, silikli qışasının və parodontun vəziyyətindən asılı olaraq çeynəmə təzyiqini nizamlı formada paylaşmasını təmin edir. Qeyd etmək istəyirəm ki, uşaqlarda parodont xəstəliyinin quruluşunda yaşdan asılı olaraq bir sıra xüsusiyyətləri mövcuddur. Bu da ondan ibarətdir ki, uşaq biz bilirik ki, anadan olanda onun çənələri dişsiz olur və parodont bir sistem kimi formalaşması sıx dişlərin çıxması ilə əlaqəlidir. Buna görə də 2-3 yaşlı uşaqda diş ətinin qan təchizatı daha dolduğun olduğu üçün nazik epitelisi al rəngdə olur. Epiteli qatının keratinləşməsi və bazal membranın zəif olduğu üçün diş əti travmaya məruz qala bilir. Yaş artdıqca epitelin qalınlığı artmağa başlayır, buynuzlaşma daha çox nəzərə çarpır, bazal membran qalınlaşır və diş əti çəhrayı rəng alır. Daimi dişləm dövründə isə diş əti nəhayət açıq çəhrayı rəngdə olur. 5-6 yaşlı uşaqlarda diş əti epitelində məməcikləri az dənəvari olur. Yaş artdıqca diş əti səthinin dənəvarlığı, biz ona deyəcəyik limon qabığı simptomu artır. Onun azalması və ya olmaması ödəmin və iltihabın göstəricisidir. 13-14 yaşlı uşaqlarda isə diş əti şırımı dərin olur, 2-3 mm-dən çox. Buna görə də diş əti cibinin dərinliyi biz 15 yaşından sonra ölçürük. Diş əti məməciklərin forması uşaqlarda dəyişkəndir. Uşağın ilkin yaş dövründə diş əti məməciyi kiçik olur və piramidanı xatırlayır. 3-4 yaşında fizioloji diastema və tremaların əmələ gəlməsi nəticəsində diş əti məməcikləri qalınlaşır. Müvəqqəti dişlərin düşdükdən sonra və yaxud da ki, çəkildikdən sonra diş əti məməcikləri soğurulur. Daimi dişlər çıxmağa başlayanda isə diş əti təzədən formalaşmağa başlayır. O, daimi dişləmdəki daha böyük ölçüdə olur və diş əti kənarlarını şəbəkə formasında əmələ gətirir. Diş əti məməciklərinin forması dişlər arasındakı məsafədən asılıdır. Diastemalar və tremalar zamanı diş əti trapetsiyaya bənzəyir. Dişlərin sıx yerləşməsi zamanı isə diş əti məməciyi daralmış və kəskin zirvəli olur. Uşaqlarda erkən yaşlarda diş ətinin silikli qışasında çoxlu miqdarda glikogen müşahidə olunur. Buna görə də biz Schiller-Pisarev sınağını yalnız uşağıda 3 yaşından sonra həyata keçiririk. Uşaq yaşlarında deməli periodont xəstəliklərinin etiologiyası. Uşaq yaşlarında periodont xəstəlikləri yaranma səbəbləri həm yerli səbəblər ola bilər, həm də orqanizmin ümumi xəstəlikləri ilə əsaslandırılıb ümumi ola bilər. Yerli amillərdən deməli biz onu qeyd etmək istəyirik ki, birinci yerdə burada ağzın gigiyenik qulluq
yer tutacaq. Çünki biz bilirik ki, ağza gigiyenik qulluq düzgün aparılmırsa, çoxlu sayda deməli, diş çöküntüləri əmələ gəlir və diş çöküntüləri əmələ gələn zamanı bizdə parodont xəstəliyi müşahidə olunur. Buna görə də yerli amillərdən birinci yerdə biz ağza gigiyenik qulluğu nəzərdə tuturuq. Bundan sonra qeyd etmək lazımdır ki, bəzi insanlarda ağız boşluğunun xüsusi anatomo-topografik xüsusiyyətləri mövcuddur ki, onlar da yerli amil olaraq parodont toxumalarının xəstəliyinə yaranmasına təkan verə bilirlər. Bura diş sırasının anomaliyası, dişləm anomaliyası ayırt etmək olar. Məsələn, açıq dişləm zamanı biz bilirik ki, frontal nahiyədə dişlər kontaktları yoxdur və kontakt olmayan dişdə deməli, bəzi funksiyalar, parodont funksiyaları həyata keçirməyinə görə trofika azalır və trofika azalması nəticəsində biz parodontu solğun rəngdə və bəzi hallarda atrofik vəziyyətdə görə bilirik. Diş sırası anomaliyası olanda dişin, hansısa bir dişin diş sırasında kənar vəziyyətdə yerləşəndə, yenə də o kənar yerləşdirici hissədə lokal olaraq biz parodonta dəyişikliyi müşahidə edə bilirik. Düzgün qoyulmamış plomblar, gingivita biz bilirik ki, səbəb ola bilər və anatomo-topografik olaraq mühüm rol parodont xəstəliklərin yaranmasında yuxarı aşağı dodağın yüyənləri rol oynaya bilir və ağız boşluğunun dayaz dəhlizi. Çünki ağız boşluğunun dayaz dəhlizi olanda nitq zamanı deməli parodont toxumaları bilir ki, hərəkətli, hərəkətsiz hissədən ibarətdir. Amma qısa dodaq yüyənləri mövcud olanda, ağız boşluğunun dəhlizi dayaz olanda, onda parodont üzərinə qeyri-məxsus olan funksiyanı da götürür və bu zaman parodont xəstəliyi yarana bilir. Yəni ki, əzələ daxilinə olan, deməli, burada dartılma prosesləri baş verir. Bu dartılma prosesləri trofikanı pozur və trofika pozulduğu parodontal ciblər və distrofik proseslər yarana bilər. Ümumi amillərə gəldikdə isə qeyd etmək istəyirəm ki, uşaq yaşlarında bəzi, məsələn, şəkərli diabet, çoxbaşlı periodont toxumaları xəstəlikləri ilə müşahidə olunur. Bir çox tədqiqatçılar onların arasında psixologiqada görmür. Çünki əksər hallarda qani yaşlarda şəkərli diabet əziyyət çəkən xəstələrdə periodont toxumlarında heç bir dəyişikliklər izlənmir. Amma son vaxtlar uşaqlarda çox erkən yaşda şəkərli diabet başladığına görə, deməli, müalicə olunmamış və yaxud da ki, kifayət qədər müayinə almamış hallarda periodont xəstəlikləri mövcud oluna bilər. Diabet zamanı diş ətində və yaxud bütün çelikli qışasında dəyişikliklər baş verir. Diş əti qırmızı rəngdə olur, tez-tez qanayır, şişmiş, hiperplastik olur. Xüsusilə də diş arası məməciklərdə polipə oxşar proliferasiya prosesləri mövcud ola bilir. Bundan başqa, qalxana vəzin funksiyasının zəifləməsi nəticəsində, məsələn, miksidema xəstəliyi yarana bilir. Bu isə, deməli, ağzın seliksi qışasının, deməli, rəngi solğun ola bilir. Quru, diş əti şişmiş, müvəqqəti dişləri çətinliklə tökülür. Ağızda lazımı qulluq göstərməyən vaxtda, deməli, kariyesi daha çox uğrayır. Bu deməli, xəstəlik olanda gingivit dişlərin erkən laxlanmasına və tökülməsinə səbəb ola bilər bu xəstəlik. O biri xəstəlik Bazetov xəstəliyi, bu qalxana bənzər vəzin funksiyasının yüksək olduğu zaman müşahidə oluna bilir. Bunda isə başqa bir cür sindromlar müşahidə olunacaq. Onda biz parodont toxumasında atrofiya proseslərini müşahidə edəcəyik. Adətən bu cinsi yetkinlik dövründə müşahidə olunacaq. Hipofizar nanizm çox sayda dişlərin tökülməsinə təhlükə yarana bilir. Hipofizin ön payının funksional çatışmamazlığı əsasən Siemens xəstəliyi
Deməli, bu Siemens xəstəliyi kaheksiya ilə bərabər ümumi sümük atrofiyasına və tez yayılan dişlərin laxlanması və itirilməsi prosesi ilə yanaşı keçə bilər. Vitamin çatışmamazlığı. Vitamin çatışmamazlığı periodont toxumaların inkişafı və dişlərin əvəz eləməsi zamanı orqanizmi vitaminlərlə təmin etmək xüsusi çox vacibdir. Çünki sümüyün əmələ gəlməsində, zülal duzların absorpsiyasında, onların sümüklərdə toplanması üçün mütləq bizə vitamin B, C, D lazımdır. Dişlər və periodont inkişaf etdikdən sonra vitaminlər daha az tələb olunur. Lakin vitamin çatışmamazlığı bəzi simptomları ağız selektiv qışasında və periodontda çox gec də əmələ gələ bilir. Nevroloji xəstəliklərə gəldikdə isə biz burada akrodiniya, uşaq nevropatiyası, Fire xəstəliyi zamanı periodontda onlar dəyişikliklərlə rast gələ bilirik. Adətən Fire xəstəliyi 2-8 yaşlarında başlayır. İştahın itirilməsi, yuxusuzluq, narahatlıq kimi simptomlarla müşahidə olunur. Ayaqların və burnun sianozu səciyyəvidir bu xəstəlik üçün. Sinir sistemində paresteziya, trafiki pozuntular, dişlərin laxlanması və tökülməsində trofiki pozuntu kimi qəbul olunur. Əgər xəstəlik, deməli, müalicə üçün biz bu akrodiniya xəstəliyində çoxlu miqdarda vitamin B1 tələb olunur və xəstəliyin proqnozu buna görə də yaxşıdır. Əgər xəstəlik ikinci infeksiya ağırlaşmırsa, iltihab simptomları yavaşcasına bir neçə həftədən sonra yox olur və dişlər yenidən yerində möhkəmlənir. Ürək-damar xəstəlikləri ümumi səbəblərdən də periodont xəstəliklərinin yaranmasına səbəb ola bilər. Burada biz məsələn anadan gəlmə ürək qüsurunu, Fallot-Edradasını qeyd etmək istəyərdik. Çünki bu zaman ağciyər arteriyasının daralması, ürəyin sağ mədəciyin hipertrofiyası, mədəciklərin arasında ara kəsmələrin olmamasını və aortanın sağ tərəfə yerinin dəyişməsi olduqda ağzın selektiv qışasında, dildə, diş ətində patoloji dəyişikliklər müşahidə olunur. Selektiv qışanın sianozu, diş ətinin xroniki, bəzi hallarda isə xoralı iltihabı və hiperplaziyası daimi olaraq simptomlardan biridir. Qan xəstəlikləri eyni zamanda ağız boşluğunda deməli, ilkin olaraq müayinə ola bilər. Bunlar hiperplaziya ilə, xroniki nekrotik gingivitla, gingivostomatitla müşahidə oluna bilir. Deməli, ona görə bu bütün ümumi amillər parodont xəstəliklərinin yaranmasında xüsusən də yer oynayırlar. Periodont xəstəliklərin təsnifatı. Müasir periodontologiya, periodont toxumalarının xəstəliklərinin onlarla təsnifatı mövcuddur. Periodont xəstəliklərin çoxsaylı təsnifatı əsas sistemləşdirmə prinsipinin olmaması ilə izah olunur və klinik təzahürləri arasında tərtib olunur. 51-58-ci illərdə deməli beynəlxalq periodont xəstəliyi üzrə öyrənilməsi təşkilat iltihab, distrofiya və şiş proseslərini əsas müəyyən edərək biz sizə burada nümayiş etdiyimiz klasifikasiyanı təqdim ediblər. Buna görə deməli 3 növ periodont xəstəlikləri mövcuddur. Bunların birincisinə deməli gingivit parodontit aiddir. İkinci formasına distrofik proseslər parodontozisi aid ediblər. Üçüncü formasına parodontitlərin qarışıq formalarını aid ediblər. Dördüncü deməli sinifə idiopatik xəstəlikləri daxil ediblər və 5-ci sinifə isə şiş xəstəliklərini, parodontomaları aid ediblər. Bu təsnifat patologiyanın 3 əsas prosesini müəyyən edərək iltihab distrofiyanı qeyd etmək lazımdır ki, oxşar bu prinsiplərə müxtəlif ölkələrdə istifadə olunan deməli təsnifatlarda qəbul olunub. Məsələn, Amerika Birləşmiş Ştatlarında istifadə olunan parodont təsnifatlarını biz sizə burada slaydda qeyd etmişik. Bunlar deməli parodont xəstəliyi böyüklərdə və erkən başlanmış parodontitdə uşaqlarda aid edirlər. Uşaqda olan deməli parodontitləri onlar prepubertant dövrdə və juvenil periodontitə aid edirlər. Hər ikisinin lokallaşmasına görə ocaqlı və yayılmış formaları mövcuddur və son illər müşahidə olunan və çoxlu
müəlliflərlə qeyd olunan aqressiv, sürətlə inkişaf edən periodantiti ayrıca bir qrupa aid edirlər. Sistem xəstəliklərlə bağlı olan periodantiti başqa bir sinifə aid edirlər. Amerika Birləşmiş Ştatları. Dördüncü qrupa deməli xoraylı nekrotik periodantitləri aid edirlər və 5-ci sinifə davamlı periodantiti aid edirlər. Liz Garten tərəfindən təşkil olunmuş deməli uşaqlarda prepubertant və juvenil dövrdə istifadə olunan bir təsnifatdır. Yaşdan asılı olaraq, əlaqəli olaraq aqressiv formalı periodantitləri bu müəllif bizə təsnif edir. Deməli, 1-ci sinifə 12 yaşa dək olan prepubertant periodontit aid edilir. Formasından asılı olaraq ocaqlı və yayılmış. 2-ci qrup sinifinə 12-17 yaş arası deməli rast gələn juvenil periodantiti aid edir. Lokalizasiyasına görə ocaqlı yayılmış formasını. 3-cü sinifə 17-35 yaşa dək olan periodantiti deməli nəzərimizə çatdırır. 4-cü qrupa isə 35 yaşından yuxarı olan insanlarda periodantiti, aqressiv formalı periodantitləri aid edir. Qeyd etmək lazımdır ki, Dünya Səhiyyə Təşkilatından qəbul olunmuş, 10-cu oxunuşda olunmuş da bir təsnifat mövcuddur. Biz bilirik ki, ağız boşluğu xəstəlikləri bu təsnifata görə həzm sistemi xəstəliklərinə aiddir. Burada yenə də gingivit və periodont xəstəlikləri aid edilir. Kəskin gingivitin növləri, kəskin streptokok mənşəli gingiv stomatit və digər dəqiqləşdirilməmiş kəskin gingiv stomatitlər əhatə olunur. Xroniki gingivitin sadə marginal forması, xroniki gingivitin hiperplastik forması, xoralı forması, desklomatik forması və dəqiqləşdirilməmiş formaları mövcud edir. Kəskin periodontit, o bir sinif, deməli periodontal absesi təşkil edən, periodontal diş əti mənşəli olmayan fistula və yaxud da ki fistulasız olan deməli periodontitlər aiddir. Kəskin perikoronarit və dəqiqləşdirilməmiş kəskin periodontitlər bu qrupa aid olunur. Xroniki periodontitin lokallaşdırılmış, xroniki periodontit generalizə olunmuş və xroniki perikoronarit 5-3-cü sinifə aid olunur. Bundan sonra parodontoz xəstəlik kimi ayrıca bir sinifə aid olunur və burada bu qrupaya aid olan periodontun digər xəstəlikləri gedir. Periodontun digər xəstəlikləri, bundan sonra gələcək bizdə digər diş əti xəstəlikləri, diş əti resesiyası ayrıca bir qrupa aid olunur. Diş əti məməciyin hipertrofiyası resesiya aid olacaq. Digər dəqiqləşdirilmiş diş əti xəstəlikləri və bu qrupa aid edilir. Rusiya Federasiyasında və MDB ölkələrində, keçmiş Sovetlər məkanında daha çox işlənilən təsnifatı təqdim edirik. Bu təsnifata görə gingivit, parodontit, parodontoz, parodont toxumaların progressiv lizislə müşahidə olan idiopatik xəstəlikləri və parodontomalar ayırd olunur. Gingivit bu deməli xəstəlik yalnız diş ətinin iltihabı prosesi nəticəsində əmələ gələn bir xəstəlikdir. Formalarına görə kataral hipertrofik xoralı ola bilir. Xəstəliyin gedişatına görə kəskin xroniki, kəskinləşən və remisiya mərhələsində ola bilir. Yerləşməsinə görə, lokallaşmasına görə ocaqlı və yayılmış ola bilir. Ağırlıq dərəcəsinə görə yüngül, orta, ağır dərəcəsini ayırd edirlər. Parodontit, parodont toxumaları parodontal bağ və sümüyün progressiv pozulması ilə səciyyələn iltihab prosesidir. Yəni ki, parodontit varsa, mütləq rentgenoloji olaraq biz sümük toxumasında rezorpsiyanı görməliyik. Xəstəliyin gedişatı kəskin xroniki kəskinləşən və yaxud da ki, absesləşən və remisiya olduğudur. Yayılmasına görə isə parodontit ocaqlı və yayılmaz formada ola bilir. Parodontoza gəldikdə isə parodontoz sırf distrofiya zədələnməsidir. Ağırlıq dərəcəsində yüngül, orta, ağır ola bilir. Xəstəliyin gedişatına görə xroniki və remisiya vəziyyətində ola bilir. Yayılmasına görə parodontoz adətən yalnız yayılmış formada ola bilir.
Parodont toxumaların progressivləşən lizislə müşahidə olan idiopatik xəstəliklər Papillon-Lefevre sindromu, X-histiotoz sindromu, Osler sindromu və başqa deməli sistem xəstəliklər aiddir. Parodontomalar isə bu parodontun şiş və şişə bənzər xəstəlikləridir. Biz bura epulit və fibrodontozu əlavə edirik. Periodont toxumaları xəstəliklərinin diaqnostikası. Uşaqlarda periodont xəstəliklərinin diaqnostikası müəyyən ardıcıllıqla aparılır. Birincisi bu valideyn və uşağın sorğusudur. Şikayətləri, həyat və xəstəlik anamnezi, stomatoloji müayinə, uşağın üst çənə nahiyəsinin ümumi vəziyyətinin qiymətləndirilməsi, periodont toxumaların vəziyyətinin qiymətləndirilməsi əsas və əlavə müayinə üsullarıdır. Periodont xəstəliklərinin yaranmasına səbəb olan yerli faktorların aşkar çıxarılması, periodont xəstəliklərin ümumi səbəblərinin aşkar edilməsinə yönəlir. Deməli, anamnez. Biz birinci olaraq uşaqdan şikayətlərini öyrənməliyik. Uşaqlar adətən heç nədən şikayət etmir. Buna görə də dişləri sürtən zaman, sərt qida qəbul edən zamanı və səbəbsiz yerə yaranan qanaxmadan şübhələnmək lazımdır. Soruşmaq lazımdır ki, bundan başqa hansı bir simptomlar onlarda mövcud ola bilər. Ola bilsin ki, ağızlarından pis qoxu gəlsin. Ona görə bu tərəfə yönəlmiş onlara suallar vermək lazımdır. Bəzi hallarda uşaqlarda çeynəmə zamanı diskomfort yarana bilər ağız boşluğundan və dişləri təmizləmə zamanı onlar diş ətindən gələn qanaxmayı müşahidə görə bilərlər. Uşağın inkişaf xüsusiyyətləri, müxtəlif orqan və sistemlərdə keçirilmiş xəstəliklə yanaşı gedən xəstəlikləri də nəzərə almaq lazımdır. Ona görə valideynlərdən mütləq hansı başqa bir xəstəlikləri uşaqda olmağı soruşmaq lazımdır. Belə bir şikayətlər yaxın qohumlarında olub-olmamasını müşahidə etmək lazımdır. Obyektiv müayinə zamanı uşağın ümumi vəziyyəti qiymətləndirilməlidir. Ümumi vəziyyəti qiymətləndirmək üçün biz onun boyun, çəkisin, yaşa uyğun olub-olmaması müəyyən etməliyik. Üst çənə quruluşunda dəyişikliyin olub-olmamasını, ağız boşluğunun dəhlizinin anatomiyası, dodaqların yüyənlərin, sonra dişlərin diş sırasında yerləşməsinə fikir verməliyik. Dişlərin çıxma müddətinə fikir verməliyik. Diş sıralarının qüsurunu araşdırmalıyıq. Etioloji faktor kimi onlar da biz bilirik ki, parodont toxumasının əmələ gəlməsində rol oynaya bilirlər. Ona görə də biz deməli, həm də dişləm fizioloji dişləmdir və yaxud da ki, patoloji dişləmdir. Niyə görə bu bizə lazımdır? Çünki obyektiv müayinə zamanı bir sıra bu etioloji səbəbləri biz ayırt etdikdə, məsələn, dodağın yüyəni qısa olduqda, yuxarı dodağın yüyəni qısa olduqda və yaxud da ki, diş çənə anomaliyası formalaşanda, onda mütləq biz bunu periodont xəstəliyin etiologiyasını arada qaldırmaq üçün bir neçə stomatologiya ixtisası birlikdə çalışmalıdır. Yəni ki, bizə ola bilsin ki, cərrah tələb olunsun, frenuloplastika həyata keçirilsin, yəni ki, dodağın yüyənin uzanması cərrahi üsulla həyata keçirilməsi lazım olsun. Yaxud da ki, deməli, ağız boşluğunun dəhlizi gərək genişlənsin, vestibuloplastika əməliyyatı həyata keçirilsin. Diş çənə anomaliyası, diş sırası anomaliyası, dişin anomaliyası mövcuddursa, onda biz ortodontlarla mütləq gərək deməli, müalicəni birgə aparaq. Diş əti, deməli, ciblərin yaranması, diş ətində olan qanaxma prosesləri, bunu hamısını biz xüsusi parodontal alətlər vasitəsilə həyata keçirə bilərik. Deməli, o
və xüsusi zondla diş cibi var. Diş cibinin bilirik ki, uzunluğunu biz parodontal zond vasitəsilə ölçə bilirik. Qeyd etmək istəyirəm ki, yenə də yadınıza salmaq istəyirəm, topoqraf anatomik olaraq diş əti cibin uzunluğunu biz adətən uşaqlarda 15 yaşından sonra ölçürük. 15 yaşına qədər bu parodontal cib uşaqlarda biraz 2-3 mm-dən artıq olur və bu fizioloji olaraq normaya aid olunur. Bundan sonra biz keçirik laborator instrumental müayinələrə. Laborator instrumental müayinələrə, deməli, parodont xəstəliyi ən əsas, deməli, müayinələrindən biri rentgenografiya üsuludur. Bunlar deməli bizdə aid olacaq əlavə müayinə metodlarına. Diaqnostikanı və müalicə və dispanserizasiya zamanı mütləq biz çənə və alveol sümük toxumalarının vəziyyətini qiymətləndirmək üçün rentgenografik üsullardan istifadə edirik. Sümük toxumasında, deməli, sümük sıxlığını təyin etmək üçün isə densimetriyadan istifadə etmək. Rentgenoloji müayinələr müalicənin planlaşdırılması və klinik vəziyyətə uyğun taktikanı seçim etmək baxımından həll edici əhəmiyyətə malikdir. Yəni ki, parodont toxumanın deməli, müayinəsi zamanı əsas obyektiv müayinə üsullarından biri bizə gedəcək rentgenoloji üsul. Çünki rentgenoloji üsulda biz sümükdə olan destruksiya, çənənin digər hissələrində prosesə qoşulmasının, olub-olmamasının, sümük toxumasının yenidən qurulması, sümük ciblərinin olması müşahidə edəcəyik. Parodont toxumalarının müayinəsi zamanı stomatologiyada tətbiq olunan bütün rentgenoloji metodları, deməli, əsas olan rentgenografik üsullar ortopantomografiyadır, panorama rentgenografiyadır, kompüter tomografiyasıdır və nişan rentgenografiyası. Qeyd etmək istəyirəm ki, biz deməli, kompüter tomografiyanı, ortopantomografiyanı uşaqlarda adətən 6 yaşından sonra apara bilirik. Bu ortopantomografiyanı həyata keçirmək üçün qurğudur. Biz sizə bu slaydda bunu nümayiş etdiririk. Bu isə ortopantomoqramıdır. Deməli, ortopantomoqramı uşaqda dişlərdə olan prosesləri tam izah edə bilir. Çənə sümüklərində follikulların yerləşməsini, diş köklərinin soğurulmasını, sümükdə olan lizis prosesini, alveolar sümükdə olan rezorpsiya prosesini, iltihab prosesinin diş köklərində olub-olmamasını, sonra dişlərin köklərin soğurulmasını tam əhatə edən rentgen üsuldur. Bu üsul vasitəsilə biz dəqiq diaqnoz qoya bilirik uşaq yaşlarında. Periodont toxumadakı, deməli, damar kələfindəki dəyişiklər, iltihabı aterosklerotik proseslərin olmasını reoparodontografiya, kapilyaroskopiya, biomikroskopiya, ultrasəs doplerografiya vasitəsilə həyata keçirmək olur. Ağız suyunun, immun sistemin, diş əti mayının, qan zərdabında immunoglobulinlərin, T və B limfotitlərin təyin etməklə periodont toxumaların reaktivliyini və vəziyyətini Yasinovski sınağı vasitəsilə bu ağızda leykositlərin miqrasiyasının intensivliyi təyin edən sınaqdır. Yenə də bu üsulla biz toxumalarda olan, deməli, reaktivliyi vəziyyətin öyrənə bilirik. Ağzın yerli immuniteti bundan sonra epitelial hüceyrələr tərəfindən mikroorqanizmların absorpsiyası ilə xarakterizə olunur. Ona görə diş altı mayəsinin ağız suyunun tərkibinin keyfiyyəti və kəmiyyətini öyrənməklə qoruyucu faktorların tərkibində qiymətləndirilməli. Yəni ki, ağız suyunun tərkibində biz
Lizatsımın miqdarını ölçə bilərik. Laktoperoksidazanın miqdarını ölçə bilərik ki, ağız boşluğunun, diş ətinin yerli immunitetini öyrənə bilərik. İltihab reaksiyalarının dərəcəsinin təyini təsdiq etmək üçün bu üsullardan mütləq istifadə etmək lazımdır. Deməli, qanda oksigenin parsial təzyiqini düşməsi, məsələn, normada 37-42 dərəcəsi olmalıdır. Amma onun daha aşağı rəqəmlər olması onu göstərir ki, periodon toxumasında hipoksiya var. Bunu biz poliarografiya üsulu ilə təyin edirik. Rotor sınağı vasitəsilə askorbin turşusunun orqanizmin doyumluğunu təyin edir. Biz bilirik ki, vitamin C kapillarların divarlarının möhkəmliyində böyük bir rol oynayır. Ona görə parodont xəstəliklərinin əmələ gəlməsində bu rotor sınağı mühüm bir testdir. Dil quruyubsa və onun boynundakı selikli qışada orta xəttə bir damcı, deməli, silmasin boya məhluldan sürətlə boya məhlulunun 16-20 saniyə tez itməsi onu deyir ki, askorbin turşusunun çatışmamazlığı var. Yəni ki, biz necə edirik? Götürürük bir damcı askorbin turşusunu, o boyanı yerləşdiririk dilin üzərinə, 16-20 dəqiqə gözləyəndən sonra görürük ki, boya tez soğurulub selikli qışa tərəfdən və o deməkdir ki, bunun deməli 16-20 saniyə tez itməsi o deyir ki, vitamin C bizdə orqanizmdə çatışmır. Və mütləq biz deməli, bu fizioloji faktoru aradan qaldırmaq üçün vitamin C xəstəyə təyin etməliyik. Qeyd etmək istəyirəm ki, uşaqlarda biz benzidin, pergidrol, formalin, McClure-Aldrich qabarıq sınaqlarını həyata keçirmirik. Uşaqlarda biz oksigenin parsial təzyiqini ölçə bilirik. Vitamin C təyin etmək üçün deməli, rotor sınağını həyata keçirə bilirik. Sonra Yasinovski sınağını həyata keçirə bilirik və ağız suyunun, diş ətinin mayesini aldıqda TB limfositlərin, livozatımın, immunoglobulinlərin ağız suyunda və diş əti mayesində yerləşməsinə görə immun sistemin vəziyyətindən xəbər ala bilərik. Çox sağ olun. Bugünkü mühazirəmiz sona bitdi. Diqqətinizə görə çox sağ olun.